Hər kəsə salam. Bu dəfə Valyuta Az olaraq daha bir maraqlı biznes hekayəsi ilə qarşınızdayıq. Qonağımız olan şəxs atasının uzun illər fəaliyyət göstərdiyi sahədə öz biznesini qurub. Bu belə deyək də biz daha çox qadınları görməyə alışdığımız, amma bu dəfə bir bəyin reallaşdırdığı biznesdir. Söhbət qadın iç geyimləri sahəsində bir çoxlarına tanış olan Senser brendindən gedir. Bu brendin yaradıcısı Sübhan Hüseynov qonağımızdır. Senser brendi daha öncə Türkiyədə istehsal olunurdu. Bu gün isə Çin bazarında istehsal olunur. Maraqlıdır. Biz buna Made in Azərbaycan brendi deyə bilərikmi? İndi Sübhan bəylə bu və biznesin hekayəsi ilə bağlı suallarımıza aydınlıq gətirəcəyik. Mən də sizi və izləyicilərinizi salamlayıram. Senserin, bəli, Senser bir Made in Azərbaycan brendi biz mütləq şəkildə deməliyik. Çünki təsisçisi Azərbaycanlıdır. Amma Made in Azərbaycan adı altında başqa ölkələrdə fəaliyyətimiz, satışımız mütləq şəkildə daha çox olmalıdır. Bunun üçün belə deyək də başqa ölkələri araşdırıb Made in Azərbaycanı daha çox tanıtmalıyıq. Düşünürəm ki, bizim bundan sonraki missiyalarımız nəinki mənim, bir çox Azərbaycan sahibkarı Made in Azərbaycan sözünü deməkdən artıq çəkinməməlidir. Düşünürəm ki, bu daha artıq biz, yəni Made in Turkey var, Made in China var, deyəlim ki, başqa var. Düşünürəm ki, biz də deməliyik artıq. Yəni bu vaxt bir perioddan sonra daha çox deyilməlidir. Sübhan bəy, lap əvvəldən bu biznesin yaradılmasından gələk, bəlkə də daha öncəyə gedək. Atanızın yanında bu işdə çalışdığınız və belə deyək də bu sahə ilə tanış olduğunuz dövrə gedək. Nə vaxt oldu? Bildiyim qədərilə atanızın yanında ilk olaraq satıcı kimi işləmisiniz. Ondan sonra artıq zamanla bu biznes formalaşıb. O nə vaxt, hansı dövrə düşdü? Mənim atam çox yəni satışı çox yaxşı bilən, ticari inisiativləri çox yüksək bir adamdır. Yəni ticarəti çox yaxşı bilir və mən əslində bu barədə 1-0 öndə başlamışam deyə bilərəm, bəli. Ondan çox şeylər öyrənmişəm. O mənim motivasiya olubdu, yəni mənbəyim olubdu. 15-16 yaşımda belə deyək də bu proseslər mən atamla işə gedirdim. Düz mən oxuyurdum onda İqtisad Universitetini qəbul olmağı düşünürdüm. Onda gedirdim, orada köhnə Binə Ticarət Mərkəzində. Biz orada belə deyək də çalışırdım orada, maraqlanırdım, öyrənirdim. Təbii ki, oradakı komanda fərdlər biraz qəbul etməmə məsələləri zətlər də olurdu. Çünki yaşım az idi, hər şey maraqlanırdım. Bu qiymətlərini və yaxud da malın keyfiyyətini çox detallara girdim. Biraz ciddiyə almırdılar. Sonraki periodlarda artıq o uşaq hər şeylə maraqlanan kimi siz də o sahə ilə hər şey. Bəli. Və biraz da orada belə deyək də o komanda Nizami müəllim mənim atamla daha çox belə deyək də sözlərini eşidirdi deyənə. Artıq məni biz onunla işləmişik, o period keçib. Sonra artıq belə deyək də etiraf eləyim ki, sonra o komandanın hamısını mən dəyişdim də, yəni hamısını çıxartdım. Niyə? Çünki mən ciddiyə alınmırdım. Yəni müəyyən bir yaşdan sonra gördüm ki, mən bu prosesi bu cürə idarə edə bilmirəm. Və qərar verdim ki, vaxt bu komandada fərdləri dəyişib, daha sistemləşib, daha kağız vərəqdən çıxıb və belə deyək də daha sistemli bir şəkildə çalışaq. O hansı dövr idi sizdən? Komandanı dəyişmə. O belə deyək, hardasa mən universitetə daxil olandan sonra, hardasa belə deyək, 18-19 yaşımda, artıq 20 yaşımda, bu yaşlar ərəfəsində mən artıq işin tam öyrənməli olduğumu və hər gün işə getməli olduğumu düşünürdüm. Universitetdə oxuyurdum, amma işə də gedirdim, gəlirdim.
Yəni siz o fikrə gəldiniz ki, artıq bu xırda bir satış məsələsindən çıxmalı, biznes 100%. olmalıdır. Bəli, bəli. Və yanaşmanız hətta belə uğurlu bir oldu. maraqlı case oldu. Bəli, biz orada olanda bizim bir müştərimiz var idi. Biz onlarla söhbət edirdik. Orada maraqlı bir söhbət olmuşdu. Deyir ki, mən dedim ki, mən istəyirəm ki, markanı böyüdək, daha çox adamlara sataq, belə eləyək. O ərəfədə də bir xanım, mən rus dilini bilmirdim. Daha doğrusu, yəni o tam detallı şəkildə oxumamışdım. Elə bilgim zəif idi. Rus dilli bir xanım girdi içəriyə və sual verdi ki, mən əməkdaşa dedim ki, yaxınlaşın, bəs müştərini yola salın. O periodda həmin xanım dedi ki, bəs siz rus dili bilmirsiniz? Mən dedim ki, yox, bilmirəm. Dedi, bəs sən danışırsan ki, belə olacaq, belə eləyəcəyik, belə olacaq. Amma rus dili bilmirsən. Yəni ingilis dili, rus dili, bu dilləri bilmək lazımdır. Mən həmin gün axşamı artıq gedib rus dilinə maraqlandım ki, mən harda kursa gedə bilərəm. Və belə deyək də, rus dilindən kursa yazıldım və bir perioddan sonra hətta o xanımı gözləyirdim ki, nə vaxt gələcək ki, mən ondan Rusca danışır. Rusca danışım ki, mən danışa bilirəm artıq. Amma gəlmədi. Yox, gəldi. Bəli, gəldi. Hətta mən atama da demişdi ki, sən belə deyək də, özlərində işləyir. Təbii ki, bu məsələlər mən ümumiyyətlə belə deyək də, o məşhur bir söz var, deyir, mükəmməlin ən böyük düşməni yaxşıdır. Mükəmməlin ən böyük düşməni yaxşıdır. Bu həqiqətən çox gözəl sözdür. Mən bu həyatda bunu çox, yəni bir şey yaxşı olmağı artıq sənin mükəmmələ getməyinin qarşısını çox alır. Çox alır və inanılmaz mən bunu görmüşəm. Məsələn, sən yaxşı belə deyək də, məhsul haqqında yaxşı bilirsən, amma bunu deyəlim ki, Azərbaycan çərçivəsində nəsə eləməyə çalışırsansa, bu bir perioddan sonra çox adiləşir. Yəni, insanlar da çox adiləşir. Amma sən onun üçün bir mərhələ atlamaq, məsələn, sərgilər, məsələn, biz Fransada da sərgi gedirik, İtaliyada da sərgi gedirik, Çində də sərgi gedirik, Türkiyədə də gedirik. Davamlı şəkildə baxırıq ki, kim nə edir, nə harır. Məsələn, məsələn, Sensor belə deyək də, Azərbaycanda müəyyən bir xanımların tanıdığı bir marka. Amma bu çox böyük bazar deyil də, yəni çox böyük bazar deyil. Bu artıq sən bir perioddan sonra bilirsən ki, sənin maksimum deyəlim ki, 5 dənə mağaza aça bilərsən və yaxud nəsə, amma bunun o tərəfəsini fikirləşə bilmirsən. Sən o məqsəd qoyursansa ki, sən başqa ölkəyə satmalısan, daha dərin öyrənməlisən, prosesləri bilməlisən, müştərini tanımalısan, sənin müştərin kimdir, hansı yaşda, kateqoriyadakı müştəridir. Bunları biləndən sonra artıq sənin yanaşman fərqli olur. Ticarət yanaşman fərqli olur. Bir də oxumalısan da, mütləq oxumalısan. Araşdırmalısan və oxumalısan. Bəs nə qədər müddət sonra, satış işindən sonra qərar verdiniz ki, artıq biz öz məhsulumuzu istehsal edib, yəni öz məhsulumuzla çıxmalıyıq? Bəli, o çox maraqlı bir dialoq olmuşdu. Orada mənim atamın çalışdığı bir adam var idi və o bir mübahisə olmuşdu. Biz orada o mübahisədə mən atamla dedim ki, biz bəlkə öz markamızı yaradaq da. Yəni orada bir mübahisədə istəyirsiniz almayın, bir dialoq olmuşdu. Düşündük ki, biz artıq öz markamızı çıxardıq. Düzdür, orada bir 10 məhsul belə deyək də, biz Sensor markası adından çıxartdıq. Amma təbii ki, sonraki periodlarda belə deyək də, o çeşid artdı. Orada Sensorun bu gün corabı da var, korseləri var, pijaması var, ev geyimi var. Yəni üst geyim, iç geyimi var. Yəni bu bir çox şey var. Yəni belə deyək də, qrupu artıq var. Amma biz onda bir 10 dənə məhsul çıxardıb, yəni məni Dərbənddən belə deyək də, o Pitigorski belə deyək də, o İnquşetiyaya qədər o bazarların hamısını mən gəzmişəm də. Yəni əlim paketlə gəzmişəm onları. Yəni bəli, o bazarların hamısını məni tanıyırlar. Yəni məhsulunuzu satmaq üçün. Bəli, bəli. Mən əlimdə paketlə oraları gəzmişəm. Yəni oradakı
bazarlarda bir çox adamlar mən adını desəm məni tanıyırlar. Yəni çünki biz oranı bir-bir qarış-qarış belə deyək də salam. Hətta bir dəfə başıma maraqlı bir hadisə gəldi. Groznoda az qalsın döyəcəkdilər məni ki. Ora biraz daha qahvalı yerdi ki, sən nə gəlsən burada at paltarı əlində, mənim həyat yoldaşı da at paltarı satırdı. Ha dedim bəs belədir. O da biz onun müştərisi deyildik. Dedi ki, bəs xanım çox sağ olsun da. Yəni biz orada həqiqətən doğrudan çox ciddi orada bir dava düşəcəkdi. Dedi ki, bəs mənim müştərimdir. O orada məni belə deyir. Amma deyildim. Müştərisi deyildim. Dedi ki, mənim müştərimdir. Groznoda orada bir bazar var. Dedi ki, mənim müştərimdir. Mən ondan mal alıram. Bəs orada mübahisə artıq soyudu da. Dedi ki, olmaz. Bəs qoy sən çıx baxsınlar, sonra gəlib götürərsən. Yəni hətta mən o sizə danışıram 10 il da, yəni bundan qabaq. Bu məhsulun tanıtılması ilə bağlı maraqlı nüansları danışdınız. Ümumiyyətlə bəs Azərbaycan bazarında yerli məhsulun satışını təşkil etmək necə oldu? Çünki biz bəzən hətta mağazalarda fikir veririk ki, Azərbaycan istehsal olduğunu belə demirlər. Bəli. Türk malıdır deyirlər. Bəli. Siz Azərbaycan məhsuludur deyib, yəni məlumatı verirdiniz yoxsa yox? Ümumiyyətlə necə qarşılanırdı? Açığı əvvəllər elə olmurdu. Belə deyək də. Əvvəllər o Azərbaycan brendi məsələsini demirdik, Türkiyə markası olaraq deyirdik. Belə deyək də, sonraki periodda biz başa düşdük ki, biz deməli ki, təsisçi Azərbaycan. Onu amma bilmirdilər, bəli. Yəni xanımlar onu bilmirdilər ki, bu made in Azərbaycan. Yəni təsisçi Azərbaycandır deyək də belə. Amma zamanla artıq düşündünüz ki, buna ehtiyac var. Bəli. İstehsalı niyə Türkiyədə qurdunuz? Ümumiyyətlə həmin dövrdə Azərbaycanda bu məhsulun istehsalının mümkünlüyü ilə, qiymətin necə başa gəlməyi ilə maraqlandınızmı? Bəli. Siz oradakı məsələn iç geyim prosesi, yəni iç geyim 17-20-yə yaxın bir detaldan hazırlanır. Yəni bir iç geyim, bir belə deyək də buzqalter dediyimiz proses 17 fabrikin istehsal elədiyi bir şeydəndir. Yəni bu təbii ki, gələcəkdə təbii ki, indi o proses olsa biz mütləq şəkildə onu belə deyək də dəyərləndirərik. Bizə də maraqlı olar. Amma ona bir 17 fabrik lazımdır. Onun aqrafı başqa olmalı, askısı, qabı, nə bilim, parçası, çox şeylər var. Azərbaycanda biraz o proses çətindir. Bir də belə deyək də məsələdə ixtisaslaşmış ölkələr var da. Burada eləmək biraz daha səni sürətləndirir işi. Yəni o işi orada daha yaxşı bilirlər və daha tez edirlər sənin üçün. Yəni tez edirlər. Hətta məsələn indi Türkiyədəki prosesi artıq Çindəki proseslə yəni daha çox fərq var. İndi artıq o daha çox fərq var. Yəni Çində bu proses inanılmaz sürətlidir. Yəni nümunə tez verilir, tez hazırlanır. Belə. İndi Çindən də danışacağıq. Biraz istəyirəm satışdan danışaq. Çünki biznes sahibkarın deyirlər ki, satış bacarığı yoxdursa, biznesdə biraz işi çətin olur. Sizin də atanız satışda olub və qeyd elədiniz ki, biraz müəyyən 1-0 öndə başlamısınız. Ümumiyyətlə satışda necə birisiniz? Bəlkə atanız necə biridir və nəyi öyrənmisiniz? Bəlkə xırdalıqlarından deyə bilərsiniz. Ümumiyyətlə, yəni atamın satış prosesində mən olmuşam, görmüşəm. Yəni onun əlinə müştəri qaça bilməzdi. Yəni o adam o müştəriyə mal sata bilərdi. Amma müştəri də xoşbəxt idi. Orada bir xoşbəxtliyi mən görürdüm ki, və onu alırdı atamdan və atam onu xoşbəxt şəkildə yola salırdı və o artıq sonraki periodlarda bizim müştərimiz olurdu. Amma təbii ki, indiki dövrdə o çox fərqlidir. Yəni bir analiz eləməlisən. Yəni atanızın dövründə öyrəndiyiniz satışla bugünkü satış fərqlidir. Yəni bu gün data ilə satmalısan. Bəli, data bu gün ümumiyyətlə düşünürəm ki, analiz edilmədən heç bir prosesi idarə edə bilmərsən. Yəni analiz olmalıdır, müştərini bilməlisən kimdir. O məşhur bir kitabda var, Savaş Sanatı deyə bir kitabda var. Deyir ki, sən özünü və rəqibini bilirsənsə, sən qalib gələcəksən. Sən özünü bilirsən, amma rəqibini bilmirsənsə,
Sən qələbə qazansan belə məğlub da olacaqsan. Nə rəqibini, nə özünü bilmirsənsə, sən məğlubiyyətə məhkumsan. Bu savaş sənətində bu həqiqətən də çox. Sən rəqibi də ümumiyyətlə analiz eləməlisən ki, rəqib nə satır, bazardakı qiymətlər nədir? Qiymətlərlə rəqabətə girə bilirsənmi? Yəni sən premium deyib premium kimi göstərirsənmi özünü? Və yaxud da orta segmentin müştərisisən, müştərin sənin müştərindir. O müştəri belə deyək də sizdən o qiyməti alanda razıdırmı? Keyfiyyət onu verirsən. Belə deyək də, yəni mütləq analiz olunmalıdır. Data yəni önəmlidir bəli, data bugün. çox önəmlidir. Müştərinin istədiyini bilməlisən. Düzdür, Henry Fordun bir sözü var, deyir, müştəriyə çox qulaq asaydıq, 4 təkərli araba istehsal eləyərdik. Yəni çox, yəni amma o prosesi mütləq şəkildə analiz eləməlisən. Ona uyğun da məsələn deyəlim ki, tünd rəng xanımlar məsələn iç geyimlərini alma prosesləri yay və yaz aylarında daha çoxdur. Qış aylarında biraz daha belə deyək də iç geyim az alınır. Çünki nazik məsələn bir kofta geyinirsə və yaxud da nəsə bir tişört geyinirsə, onun altındakı iç geyim mütləq normal olmalıdır. Belə deyək də çox deformasiyalı olmamalıdır. Deyəlim ki, məsələn yayda satılan at paltarından deyəlim ki, çox fərqlidir də. Ümumiyyətlə bir kişinin bu sahədə uğurlu olması, bu xırdalıqları öyrənməsi və s. o dediyiniz məsələn başlayanda ilk olaraq çox sual verirdim, öyrənirdim və s. Ümumiyyətlə bu sahədə uğurlu olmağınız nədən asılı oldu? Öyrənməyinizə mi bağlı oldu? Çünki adətən düşünürlər ki, bir qadın, adətən qadınlar da biznes quranda deyirlər ki, bu tipli biznes qur. Məsələn, hansısa kişi biznes qurmaq istəsə, ona deyilməz ki, 100%. get bu sahədə biznes qur. Ümumiyyətlə nədən asılı oldu uğurunuz sizcə? Yəni birinci komanda yaxşı olmalıdır. Mütləq. Komandan yəni bu işi sevməlidir. Komandadakı fərdlər bu prosesin içində olan adamlar olmalıdır. Təbii ki, bizim komandada hamısı xanımlardır da. Yəni bu işi bilən xanımlardır. Mütləq məsləhət olunur ki, hə, bu belə olsun, bunu belə eləyək, bu ürün çıxarılsın. Bu komanda mütləq olmalıdır və komandandan sən hər gün davamlı şəkildə kontaktda olmalısan, o prosesləri də idarə eləməlisən. Amma işin bir də o bir tərəfi var ki, yəni indi gəlib kimsə desə ki, hə mən iç geyimlə kişi iç geyim sahəsində, pijama, ev geyim bu sektorda olmağı, yəni çox çətin prosesdir. Yəni çünki yəni bir kofta deyil, bir şalvar deyil də onu dartasan. Yəni bu xanımın öz ölçüsünü verməlisən. Mütləq şəkildə bu prosesi tam bilməlidir. Yəni sən bilməlisən. Çünki bəzən məsələn komandadakı o içindəki o məhsulu bəyənmir. Amma sən analiz eləmisən ki, o məhsul tutacaqdır. İşçi də bəyənmir məsələn deyim, komanda bəyənmir. Bəzən məsələn onu deyirsən ki, okey, bunu çıxardaq. O da olur. Yəni ki, belə deyək də, o komandanın onu sevdirməlisən də ki, komanda bunu qəbul etsin ki, okey, bu yaxşı maldır və bunu satanda da o prosesə kömək eləsinlər. Yəni onlar da bu işə inansınlar. Bəli. Yəni sən belə deyək də bizim daxili müştərimiz kimdir? Bizim işçi komandamızdır deyəlim. Bir də xarici müştərimiz də ki, bizdən alanlardır. O daxili müştərimiz mütləq şəkildə belə deyək də razı olmalıdır ki, sən xarici müştərinə sata biləsən. Digər geyimlərlə müqayisədə, üst geyimlərlə müqayisədə iç geyimlərin istehsalının çətinliyi nədən ibarətdir? Bəlkə istehsalın keçdiyi mərhələni deyə bilərik. Yəni belə deyim də, uşaq geyiminlə eyni, yəni çətinlikdə eynidir. Yəni uşaq geyiminin belə deyək də çətinliyi ilə iç geyimin çətinliyi. Mən deyərdim ki, iç geyim daha çətindir. Çünki yenə deyirəm, o qalıb çıxarılması, ölçünün çıxarılma prosesi bir şalvar, köynəkdən çox fərqlidir. Yəni onu dərzi düzəldə bilmir. Yəni bildiniz necə? Yəni iç geyimin problemini dərzi düzəldə bilmir. Yəni alandan sonra dərzi müdaxilə. Yox, xeyr, onu düzəldə bilmir. Yəni o sökülməlidir və təzədən düzəlməlidir. Yəni, amma məsələn deyəlim ki, mənim köynəyimdə bir problem var, onu dərzi sökər, düzəldər. Amma bunu düzəldə bilməz. Yəni düzəldə bilməməsi o demək deyil ki, amma yəni prosesin
çətinliyi, onun ölçüsü, o düzgün formada olmalıdır ki, yəni xanım onu geyinəndə narahat olmasın da. Məsələn, indiki dövrdə, məsələn, əvvəlki dövrlərdə deyəlim ki, sərt qablar insanlar alırdılarsa ki, möhkəm qab olsun, çaşqa məsələn geyinəndə sərt olsun. İndi artıq soft iç geyimlər alırlar. Hətta dəmirsizə daha çox önəm verirlər. Topiklər məsələn daha çox belə deyək də maraq olur. Yəni təbii ki, trendi sən də takib eləməlisən də. Yəni həmişə onu satmısan deyənə onu satacaqsan deyə bir şey yoxdur. Zaten sənin müştəri dəyişdirir. Sən o gedişatdan bilirsən ki, yox, bunu artıq satmaq olmaz. Yəni bunu daha azaltmalısan, daha çox nəyə çoxaltmalısan. Biz ağ-qaranı sevirik də. Biz qara rəngi çox sevirik. Ən çox alınan qara rəngli. Bəli, heç geyimdə də. Düz yayda ağ və bej rəngləri olur, amma qara rəngi belə deyək də. Məsələn, fantazi tərzlərdə qırmızı rənglər daha çox alınır. Bizim bordo rəng məsələn qışda daha çox belə deyək də alınır. Yaşıl rəng məsələn deyəlim ki, o müəyyən şeylərdə alınır. Məsələn biz analiz edəndə maraqlı bir şey çıxmışdı ortaya ki, biz endirim tətbiq edəndə gecəliklərə endirimlə almırdılar. Yəni gecəlik qrupları, o belə fantazi gecəlik qruplarını heç kim endirimlə almır. Endirimlə alınan şeylər corabdır, maykadır, belə deyək də kilotdur, bu şeylərdir. Yəni endirimlə onu daha çox alırlar. Amma gecəlik qrupuna daha çox pul verir, yəni alınır. Bunların hamısını o iş prosesində zamanla öyrənir. Analiz edir. Mütləq analiz olunur da. Yəni mütləq analiz eləməlisən. Ki prosesi analiz eləyəndə, məsələn, bizə maraqlı bir case olmuşdu. Müştəri bir arxası şəffaf bir ürün biz çıxartmışdıq. Arxası şəffaf üründə belə deyək də, orada bir ayarlayıcı yox idi. Amma biz ona yeni belə deyək də, əlavə bir askı qoymuşduq və o ayarlayıcı bir prosesdən sonra partlama verdi. Yəni çox alındı. Məsələn, ölçüsü, belin ölçüsü düz gəlməyən xanımlar onu artıq genişləndirib və yaxud da daha qısalda bilirdilər və parça ilə də əvəzləyə bilirdilər ki, normal məsələn veterni paltar geyinməsi, normal iç geyim məsələn paltar geyinəndə də o birisini istifadə edirdi. Veterni paltar geyinəndə arxası məsələn açıq bir paltar geyinəndə də o şəffafı istifadə edirdi. Yəni bunlar zamanla, təcrübə ilə bazara uyğun məhsullar çıxarmaqdır. Mütləq. Bəs ümumiyyətlə zamanla biznes necə böyüdü? Tutaq ki, məsələn, bu sizin öyrənməyiniz sayəsində mi böyüdü, yoxsa biznesin artıq əgər potensialı var isə özü böyüyür? Yəni sahibkardan asılıdırmı, yoxsa yox? Yəni mən düşünürəm ki, böyümə prosesi elə o, yəni belə deyək də, biz 10% və yaxud da bir 15% hər hansısa bir istədiklərimizi əldə eləmişik. Yəni bizim elə böyümə prosesimiz çox qabaqda. Yəni var hələ. Amma düşünürəm ki, bunu mən yemək kimi düşünürəm, su kimi düşünürəm də. Yəni mən səhər-səhər işlədiyimi hiss eləmirəm. Yəni insan ümumiyyətlə o işi sevirsə, onun işləmə prosesi işlədiyini hiss eləməməlidir. Yəni o artıq sən durursan, ayda mən bu gün işə gedəcəm, yəni işləmə də yəni o işi. Ümumiyyətlə biz komanda edirik ki, yəni özünə zülm vermə, yəni əziyyət vermə. Yəni bu həyat qısadır, dadını çıxartmaq lazımdır. Sevmədiyin bir şey eləmə. Yəni mən ümumiyyətlə zövq alıram. Hətta demisiniz ki, 8 saat işləyib uğur qazanan görməmişəm. Onda çox işləyənsiz. Bəli. Yəni mən o Cem Yılmazın bir sözü var. Deyir, başarılı insanların tək ortaq yönü it kimi çalışmalardır. Məsələsi. Yəni düşünürəm ki, çox çalışmalısan da. Yəni 8 saat prosesi mən yəni təbii ki, indi hər kəsin öz yanaşması var. Adam var 5 saat işləyib də. Amma mənim şəxsi düşüncəmdir və düşünürəm ki, mütləq şəkildə çox çalışmalısan. Yəni deyirəm, onu istəyirsənsə. Yəni istəmək fərqlidir də. Məsələn, siz deyəlim ki 10 manat istəyirsiniz. Mən 20 manat istəyirəm, başqası 500 manat istəyir, o birisi. Yəni istəmə şeyi fərqlidir. Adam var ki, ondan çox xoşbəxtdir. Mən xoşbəxt ola bilmirəm ondan. Yəni mənim düşüncəmdə odur ki, mən bir 10 ölkəyə biz inşallah gələcəkdə sataq, onu eləyək. Bu məni xoşbəxt eləyir. Və xoşbəxt məsələsi, yəni deyirəm, onu bir qida kimi düşünürəm də. Yəni ki, mən səhər durdum, bu işi gördüm, yox. Bu yemək yedin, eyni paralel bu iş görüldü, bunu elədin. Türkiyədən istehsalı niyə Çinə daşıdınız?
Qiymət rəqabəti girə bilmirik də. Yəni siz bir də ürünün kalitəsini yüksəldib qiymətini saxlama prosesi var. Yəni orada daha o yaxşıdır. Təbii ki, Türkiyədən də biz yəni ürünlər alırıq, istehsal edirik, amma tamamilə bu olmayıbdı. Amma qiymət rəqabətində yəni çox belə deyək də fərq yaranır. Biz də düşünürük ki, bunu daha belə deyək də yəni biznesdə o 4P anlayışı dediyimiz anlayış, price, place, product, promotion dediyimiz o anlayışda price hal-hazırda çox bazarın nəbzinə çox təsir edir. Yəni artıq place dediyimiz o məkan dediyimiz yer belə deyək də mən düşünürəm ki 4-cü yerdə qalır ki, yəni ola bilər sən hansı bir nöqtədə ola bilərsən. Təbii ki, yəni istisna var. Amma sənin qiymətlərin uyğun olsa, belə deyək də reklam normal şəkildə olsa, yəni o müştəri gələr ora. Bəs Çin necə birdir istehsala başlamaq üçün? Deyək ki, Möhtəşəm. rəqabət cəhətdən getdiniz. Məsələn, fərqi nədir Çin bazarında istehsalın qurulmasının? Bilirsiniz necədir? Bax, məsələn, belə deyək də, siz bir evə girirsiniz. Evdə yemək bişirmək üçün hər şeyiniz var. Orada necə olarsınız? Çox rahat. Çox xoşbəxt olarsınız, rahat olarsınız. Əgər yemək bişirmək istəyirsinizsə, İstəyirsən. deyəlim ki, bir evə girirsiniz, orada bütün idman aləti var, hovuz var, nə bilim nə var. Yəni buna elə bir şey. Yəni təbii ki, orada da səhvlər çox olur. Yəni olacaqdı da. Bəlkə bu gün Çin olacaq, sabah başqa ölkə olacaq. Yəni bu da yəni bizim üçün qiymətin və keyfiyyətin önəmli olmasıdır. Burada yəni o məsələdir. Yəni ki, sən istədiyin ürünü, istədiyin vaxtda çıxarılma prosesi, belə deyək də, onu bazara vaxtında verilməsi. Məsələn, deyəlim ki, şərti olaraq deyirəm, sən bir topik çıxardırsansa, onu qışda çıxardırsansa, onun heç bir anlamı yoxdur. Yəni bir belə deyək də, onun bir yay vaxtı vardır. Sən onu vaxtında artıq eləməyəndən sonra o məhsul artıq səndə bir stokda qalmış bir məhsul kimi olur. Yəni məhsul vaxtında çıxmalıdır. Yəni Çin bazarında daha sürətli istehsalı təşkil etmək mümkündür. Ki, məsələn, o dediniz, yəni Səhv yayda eləməkdə çox ciddi səhvlər ola bilər. Çünki ədəd orada normal ədəd deyil. Ədədlər daha çox olmalıdır. Səhviniz daha çox olma ehtimalı, yəni daha çox yandırma ehtimalınız var, amma yaxşı tərəfi də odur ki, daha sürətli. Yəni işi bilirsinizsə, o bir şey deyil də, yəni ki, əlimdə məsələn müəyyən məbləğ var, gedim mən oradan mal vurum, gətirim, partladım məsələsi deyil. Yəni onda belədir ki, Çin bazarında da əgər çox istehsalın riski də çoxdur. Çoxdur. Əgər səhv vurdusa, çox ziyanlı olur. Bəli, yəni orada yəni belə deyək də, hər hansısa bir ürünü sən çıxardıb, əlində məsələn müəyyən bir məbləğlə yandırıb, yəni çox ciddi zərər eləyə bilərsən və təbii ki, bu zərər artıq sənin biznesinin bitirməsinə gətirib çıxara bilər. O riskli tərəfi çoxdur. Qiymət fərqi necə olur? Məsələn, deyək ki, 10 TL-yə başa gələn Türkiyədə və yaxud Azərbaycan manatı ilə deyə bilərik də. Məsələn, bu məhsulu Türkiyədə istehsal etmək 5 manata başa gəlirdi. Bəs Çində nə qədər fərq yarandı o istehsal? Bilirsiniz necədir? Yəni deyirəm, o məhsuldan məhsula fərqi olur. Deyəlim ki, elə məhsullar var ki, onu Türkiyə daha çox sərf edir. Amma elə məhsul var ki, o Türkiyə sərf eləmir, Çin sərf edir. Amma Çinə getdiyiniz üçün məncə Çin bazarında daha ucuz versiya, sərfəli və sair versiyalar daha çoxdur. Belə deyək də, orada məsələn biz hal-hazırda Türkiyə bazarında da məhsullarımız çıxır. Yəni biz tam olaraq Çində deyilik. Bizim məsələn belə deyək də, bir 30%, 40%-imiz hələ də belə deyək də, o Türk bazarında var ürünlərimiz. Amma belə deyək də, təbii ki, biz analiz eləməliyik də. Yəni biz analiz eləməliyik ki, bəlkə həqiqətən də heç o mallar heç vaxt Çində sərf eləməyəcək. Bəlkə elə Özbəkistan sərf eləyəcək. Bəlkə Misir sərf eləyəcək. Və Bangladeş sərf eləyəcək. Yəni hansı ki, o istehsal edən ölkə. Ya o proses zamanla artıq biz tam dəqiq deyə biləcəyik ki, bu yaxşıdır. Bu belə deyək də, bu da müştərinin və bazardakı bizim gücümüz, deyəlim ki, Rusiya bazarıdır, Ərəb ölkələridir və yaxud da fərqli ölkələrdir ki, orada biz işlədikcə biləcəyik ki, yox, məsələn,
burada bu məhsul, bir də ki irqlər, o dediyimiz o elə xanımlar, elə ölkənin xanımlar var ki, onlar ümumiyyətlə o geyimi heç geyinmirlər. Amma o Azərbaycanda məsələn satılır. Yəni bazarlar fərqlidir. Çox fərqlidir. Tələblər. Yəni çox fərqlidir. Yəni Rusiya bazarının ürünü, Azərbaycan bazarının ürünü çox fərqlidir. Siz hansı ölkələrdə hazırda indi məhsullarınızı satırsınız? Rusiyada satırıq. Belə deyək də, Qazaxstanda 1-2 müştərimiz var. Bir də belə deyək də, Azərbaycanda da Və Türkiyə. Bəli, Türkiyədə bizim artıq belə deyək də, ikinci vətənimiz kimi. Əsas pay onda Rusiyanın üzərindədir. Bəli, Rusiya bazarı böyük bazardır. Həm də Rusiya bazarında qalmaq da çox çətindir. Yəni çünki rəqabət çoxdur. Xanımları bu mövzuda həm də daha həssasdırlar. Çinlilərin özləri də çoxdur orada. Birbaşa özləri istehsal edib satırlar. Yəni orada da onlarla rəqabət etmək. Yəni ona görə markalaşmaq çox çətindir. Amma təbii ki, belə deyək də, o əmək tələb edir. Mütləq. Yəni belə deyək də, sən düşünürsən ki, 10 ilə, 5 ilə markalaşıb müəyyən bir şey olacaq. 10 ildən sonra başlayır əsas proses. Yəni o prosesin 10 ildən sonrakı proses sən deməli deyək də daha maraqlı olur. Çünki o prosesdə sən təcrübən var, onun meyvəsini 10 ildən sonra yeyə bilərsən. Belə deyək də, sözün əsl mənasında. İndi Çinə daşınmaqla istehsalı artırdınız. Yəni tutaq ki, çünki qiymət fərqi olduqda təbii ki də, məsələn deyəlim ki, suyu sən 10 manata alırsansa, deyəlim, indi alırsan 8 manata, belə deyək də, hər 5 üründən artıq bir məhsulun sən daha çox ürətmiş olursan. Təbii ki, orada qiymət fərqi olduğuna görə, belə deyək də, o sənə daha çox sərf eləyir. İndi danışırıq, hər şey yaxşı getmiş kimi görünür. Ümumiyyətlə, maraqlıdır ki, hər biznesin amma bir çətin, bir stresli dönəmi olur. Yəni, bu nə işdir, başıma açmışam dediyiniz bir dönəmlər oldu mu? Çox olub. Səhv elədiyimiz məhsullar olub. Yəni, məsələn, deyəm ki, qiyməti olub 10 manata satmışıq, 1 manata. Zərər elədiyimiz ürünlər çox olub. Məsələn, devalvasiyada çətin proseslər olub, yəni qiymət. Çünki biz o prosesləri görmüşük. Korona, məsələn, karantin vaxtı biraz o çətin proseslər olub. Amma ən İSKİM-in o ən çətin prosesi o ölçülər məsələsidir ki, onu hər belə deyək də düzgün eləməlisən. Yəni o düzgün olmadıqda zərər eləmə ehtimalın çox azdır və o müştəri onu heç vaxt ikinci dəfə almaz. Yəni yaxşı olsa belə, o qutuda görürsə onu almayacaq. İSKİM-in o risk tərəfi var. Yəni çox zərər elədiyimiz, çox ciddi səhvlərimiz olubdur, amma biznesdə itki qaçılmazdır da yəqin ki. Yəni ümumiyyətlə o gün bizim bir dostumuz var, Rafiq Unaltan, deyir ki, bir Facebookda bir status paylaşmışdı ki, 2 dəfə batırmamısansa biznesi, hələ ki biznesə başlamamısansa, belə bir şeydir. Mən düşünürəm ki, mütləq şəkildə yəni səhvlər olmalıdır, yanlışlar olmalıdır. Amma yəni bizim hələ yaşımız belə deyək də ona imkan verir ki, daha böyük işlər görəsən. Bu düz yəni biz o mərhələni keçməmişik, amma məqsəd odur. Mütləq şəkildə mənim masamın üstündə də var ki, mən yazı var ki, o mənə motivasiya verir. Sübhan Hüseynov hədəfimə çatmayana qədər dayanmayacağım bir yazı var. O mənə motivasiya verir. Düşünürəm ki, bəs stres, o itkilərin və sair stresi böyük olur. Çünki bəzən deyirlər ki, yəni çox pulla iş görsən, çox stres deməkdir, böyük. Yəni siz əgər belə deyək də, stres ümumiyyətlə biznesdə stressiz olursa, demək ki, o pul sənin deyil. Yəni ümumiyyətlə sən stresin yoxdursa, demək ki, sən başqasının pulunu belə deyək də xərcləyirsən. Yəni stres mütləq olmalıdır. Gecə durmalısan, bir əlin ayağın soymalıdır. Belə deyək, gecə yata bilmirsən. Açırsan bir bilgis kompüteri, açırsan bir baxırsan ki, bu nəyi düzgün eləmirsən. Yəni bu proseslər olur və bir də tövsiyə edirəm oxumaq. Yəni
kim bizneslə məşğul olursa o, yəni o proseslərdə mütləq oxumalıdır. Yəni marketinq olsun, idarəetmə olsun, bir çox sahələrdə mütləq oxumaq lazımdır. Mənim böyük bir belə deyək də orta bir kitab rəfim var ki, mən orada ancaq düzdür, yəni mən yanaşmam biraz fərqlidir. O ki, öz sahəmi daha çox oxumağı. Məsələn, adamlar deyir ki, bəzən bir yönümlü olursan, başqa sahəndə oxumaq lazımdır. Mən elə düşünmürəm, düzdür. Düşünürəm ki, öz sahəni daha yaxşı bilsən, daha başarılı olarsan. Qadınlarla bağlı kitablar oxuyursunuzmu? Maraqlıdır. Mütləq. Psixoloji kitablar da çox oxuyuruq. Bəli, mütləq. Qadınlar ümumiyyətlə o prosesin bizim işimizin ana parçasıdır da, belə deyək. Biz orada çox maraqlı məsələn hadisələr olur qadınlarla bağlı. Xanımlar belə deyək də stressli olanda çox alış-veriş eləyirlər. Məsələn, o proseslər çox olur. Bir məsələndir. Məsələn, bizdə xanımları, bu sahədə olan xanımları adətən biz öz məkanlarında və sair görəndə onlar hətta məsələn kənardan baxanda qadının ölçüsünü, zövqlərini və sair təyin eləyə bilirlər. İstəyərdim özünüzü bu dərəcə bu tərəfdən bizə izah eləyəsiniz. Məsələn, bu tərəfdən necə bilirsiniz? Ümumiyyətlə analiz eləyə bilirsinizmi? Bilmirəm, yəni mən xanımı baxıb ölçüsünü çox rahat formada deyə bilərəm. O hətta belə deyək də bir qalın bir geyimdə də olsa belə, onun ölçüsünü yəni artıq mənim 20 ilə yaxın təcrübəm var. Mən 15-16 yaşımdan bu işin içindəyəm. Yəni çox rahat bir şəkildə təyin eləyə bilərəm. Ölçüsünü bilirəm. Yəni bu bizim işimizdir. Ona görə düzdür biz o satış prosesində heç çox olmuruq. Yəni orada bizim komandamız var. Amma biz arxa planda, amma təbii ki o dataları, məlumatları görə bilirik. Analiz eləyə bilirik ki, məsələn xanım deyəlim ki belə deyək də ölçülər alır, fərqli məsələn deyəlim ki ölçülər alır. Hamiləlik dövründən sonraki məsələn o insanların özünün ölçüləri 5 dəfə, xanımlarda 5 dəfə dəyişə bilir. Yəni biz gənc yaşlarında, sonraki hamiləlik dövründə, hamiləlikdən sonraki dövr, əvvəlki dövrlərdə sinə ölçüləri fərqli olur. Biz onu məsələn bilirik ki, məsələn deyəlim ki bu məhsullar satılmalıdır, bu yaş kateqoriyasına bu məhsul satılmalıdır. Biz analiz edəndə məsələn başa düşdük ki, qara rəng süd verən içgeyimi at buzqalteri məsələn çıxarılmır, yəni almırlar. Amma biz əvvəlki periodlarda onu çıxartmışdıq. Çünki rəngə girir, onu istəmir. Ağ və bej rəngləri daha çox, məsələn süd verənlərdə daha çox alırlar. Eləcə də at paltarında da. Belə. Belə deyək də, atanızın sahəsində bir biznes qurdunuz, amma təhsiliniz mühasibat üsutu idi və başqa şirkətlərdə də işləməmisiniz, iş təcrübəniz olmuyor. Ona görə istəyərdim ki, idarə etmə tərəfindən danışaq. Biznesin idarə etməsi necə idi? Ümumiyyətlə, gəldiniz, o ilk təcrübənizi danışanda dediniz ki, komandanı dəyişdim. Ümumiyyətlə, idarə etmə ilə bağlı hansı səhvləriniz oldu? Nələri zamanla öyrəndiniz? Ümumiyyətlə, idarə etmə necə bir işdir sizə görə sahibkar üçün? İdarə etmə prosesi hər biznesdə fərqli olur. O biraz belə deyək də, məsələn deyəlim ki, bir biznesdə deyəlim ki, iş saatları kim hansı saatlarda istəyirsə gələ bilər. Elə bizneslər var ki, orada sən mütləq saat 10-da gəlməlisən və 6-da getməlisən və yaxud da 8-də getməlisən. Amma səhvlər təbii ki, məsələn mən orada o səhvi gördüm də, məsələn o deyəlim ki, o 17-18 yaşlarımdakı o səhvi gördüm ki, komanda səni ciddiyə almır. Çünki təcrübəsizsən. Yəni sən demirəm hamıdan çox bilməlisən, amma ən azı onlar qədər bilməlisən o işi. Maliyyə tərəfini ən azından müəyyən təcrübən olmalıdır. Belə deyək də, yenə deyirəm, onların hamısı kompleks şəkildə o bir Eczacıbaşının o kitabın belə bir kitab var idi onlarda. Orada sual verir ki, evladı atasına sual verir ki, ata filankəs bu iş görür, sən bu iş görür, o birisi bu iş görür, bəs sən nə iş görürsən? Deyir, mən də onların gördüyü işi nəzarət edirəm. Yəni məsələ işi görülməz prosesindən sonraki onu takib eləmədir. Yəni o mütləqdir. Məsələn, disiplin olmalıdır da. Yəni bir adam çox fitri istedadlı ola bilər, çox yaxşı ola bilər, amma o disiplinsizdirsə artıq o yəni dünya futbolunda məsələn o çox
olur da. Məsələn, futbolda məsələn onu çox görürük ki, adam çox istedadlıdır, amma disiplinsizdir. Bir perioddan sonra onun istedadı artıq heç bir önəm daşımır və yəni deyirəm, idarəçilikdə də disiplin olmalıdır. Yəni icra vaxtlarını düzgün girməlisən, onu təyin eləməlisən və yaxud da takib eləməlisən. İşçi komandası səndən istədiklərini çalışmalısan, verəsən. Yəni idarəçiliyi ümumiyyətlə çox çətin prosesdir. Düzdür, mən dostlarımın kitablarını çox oxuyuram. İdarə etməklə bağlı. Anar Bayramovun bizim dostumuzdur. Sonra Rafiq Ünaltayın. Onlar məsələn onların da idarə etməklə bağlı. Tövsiyə edirəm ki, oxusunlar. Yəni mütləq. Düzdür, başqa biznes idarəsi kitabları da oxuyuram, amma yəni onların kitablarının, onların böyük bir təcrübələri var biznesdə. Son olaraq elə bu içinə istehsalınızdan danışaq. Belə deyək də biznesin istehsalını daşıdığınız içinə bu mart ayında oldu, təxminən bitirdiniz. Yəqin ki, biznesinizin qarşıda böyük bir hədəfləri var həm də. Bəli. Planlarınız nədir? Məsələn, bu il üçün nə kimi bir hədəf qoymusunuz? Yəni plan demək arzu deyək. Arzumuzdur ki, inşallah ki, dünyada belə deyək də, iç geyimində ən böyük sərgini keçirən ölkələrdən biri Fransadır. Məsələn, orada biz stand qurub Made in Azərbaycan adı altında məhsul satmağı bizim istəyimizdir, arzumuzdur. İnşallah ki, bizə qismət olar. Yəni bunu ən çox arzu edirik ki, qlobalda daha çox belə deyək də məsafə qət eləyək. Azərbaycanda bizim təcrübələrimiz çox olub. Yaxşı ki, elə Azərbaycanda mağaza açmışıq, görmüşük, səhvlərimizi görmüşük. İndi də istəyirik ki, başqa ölkələrdə də öz fəaliyyətimizi davam etdirək. Sizə bu yolda uğurlar arzulayırıq. Ümid edirik ki, daha böyük hədəflərinizə çatarsınız. Çox sağ olun. Sizlə həmsöhbət olmaq xoş oldu bizə. Mən də sizə təşəkkür edirəm. Suallarınız üçün, sizin komandanıza təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qadın sektorunda bir kişinin olması. Bəli, bu sektorda maraqlı yenilərin gələcək periodlarda da olması xanımlar üçün maraqlı olar. Bəlkə hansısa bəylər də bu sektora girməyə tərəddüd edirsə, onun üçün də bir motivasiya olar. 100%. Yəni tək ümumiyyətlə bu proseslər paralel getməlidir də. Yəni necə? Yəni sən işi öyrənməlisən, o işdə pişməlisən. Ondan sonra artıq sən gələcəkdə mən düşünmürəm, mən bunu belə qəbul etmişəm ki, əgər sən bir iş üçün çalışırsansa, uğursuz olma şansın çox azdır. Yəni olacaq, uğur olacaq, amma ola bilər ki, 5 ildən sonra olsun, ola bilər 5 aydan sonra olsun, ola bilər 15 ildən sonra olsun. Amma uğur olacaqdır yəqin. Yəni çalışmaq lazımdır. Mütləq çalışmaq lazımdır. Yəni vaz keçmək olmaz. Çox sağ olun Sübhan bəy, təşəkkürlər.